Paxıllıq, qısqanclıq və rəqabət. Bu duyğulardan danışacağım bugün, hansı ki günümüzdə çox tez-tez insan münasibətlərində biz buna rastlaşırıq. İstər aşkar formada, istər gizli formada. Ümumiyyətlə, əvvəlcə onu deyim ki, qısqanclıqdır, paxıllıqdır, rəqabətdir. Bunlar insan duyğularını içdən içə məhv edən duyğulardır. Əgər sən bunu düzgün istifadə etməsən. Məsəl üçün, rəqabətin özü, paxıllığın özü yaxşı mənada müsbət bir potensiala çevirməyi insan bacarsa, inkişaf eləyər, irəli gedər. Necəmi? Məsəl üçün, bir şagird çox yaxşı oxuyur, bir tələbə çox yaxşı oxuyur, digəri isə bundan zəifdir. Bunu paxıllıq edib, pis mənada, mənfi cəhətdən bunu potensiala çevirsə, əlbəttə özü də geri gedəcəkdir, həmin insana qarşı içində nifrət, kin, qəzəb də olacaqdır, münasibətləri də korlanacaq. Amma bunu müsbət bir potensiala çevirməyə bacarsan, sən də daha çox çalışsan, ondan da daha yaxşı ola bilərsən. Onun üçün də bugün günümüzün münasibətlərində biz insanın özünün üstündə işləyib daha çox irəli getməsindən çox, insanın başqasının quyusunu qazmağı, ayağından tutub geri çəkməsini, hətta özünün də onlarla bərabər geri getməsini görürük. Bu şəkildə inkişaf olmur axı.